Məni izləyənlər hamınızı salamlayıram. Videodan da gördüyünüz kimi balıq qızardacağım. Yuyub suyunu süzdüyüm balıqları bir də nimçədə salfet üstündə tam suyunu buraxması üçün gözlədirəm. Hər iki tərəfini duzlayıb istiotlayıb az 30 dəqiqə saxlayıram ki, duz canına tamlıqla keçsin. Qızartmaq üçün zeytun yağından istifadə edəcəm. Vamotda hər tərəfli una batırdığım forel dilimlərini tavada o üz bu üz qızardacağım. Qapaq örtmədən vamotda bişirdikdə balıqlar bu cür qıpqırmızı qızarır. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma dəstək üçün abunə olub yaxınlarınızla paylaşmağı unutmayın.